Doğduğun ev sənin taleyindir. Evlənəcəyin adam sənin taleyindir. Uşağın sənin taleyindir. Yəni o insandan uşağın olmalıdır. Çünki ruhlar aləmində bunlar sözləşib gəlmişlər. Ata, ana, uşaq seçimi, bir də ölümümüz bizim taleyimizdir. Amma bu həyat yolunda necə çıxıb irəliləyəcəyimiz ya da gedə bilməyəcəyimiz yollar, bu artıq bizim əlimizdə olan şeylərdir. Karmanda xəritəmizdəki Saturn göstərir. Məsəl üçün, Satürn xəritəsində retro olanlar, onların karmik borcları vardır, dövlət işi ilə sıxıntıları olur, ümumiyyətlə, işləri belə biraz bir sıxıntılı gedir. Onların mütləq ya özlərinin ruhunda keçir, ya da atalarının belə bir karmik borcları var. Amma yenə də bizim anamızın, atamızın, babalarımızın... Eyni ruh familiyasına gəlirik. Yəni, onların da mı bizim üzərimizdə təsiri var? Təbii ki, eyni ruh familiyasına gəlirik. Təkamülümüz eyni olan insanların içinə inkarnə oluruq. Biz gedib, məsələn, təkamülü yüksək olan biri gedə bilməz ki, ən alta. Ya da alt təkamüldəki üstə gedə bilməz. Ortama, məsələn, şimdi bəzən deyirlər, ay, necə şanslı uşaqdır, necə ata-ananın evinə doğulur, necə şanslıdır. Onun hak edişidir, mən deyirəm. O, onun ruhunun hak edişidir ki, onun üstünə belə bir titrəsinlər. İndi deyəcəksiniz, başqa uşaqların günahı mı var? Çöldə, işte, pis koşullarda yaşayırlar. Onu bilə bilməliyik biz. İlahi ədalət nədir? İlahi ədalətlə bizim ədalət anlayışımız nə qədər üst-üstə düşür və ya fərqlidir? İlahi ədalət bəzən sərt olur. Bizə görə deyirik ki, axı onu hak etmədi. Niyə belə oldu? İlahi boyutda bilə bilmərik, bəlkə hak etmişdir. İlahi ədalət odur, anladınız mı? Biz bunu bilmirik. Səbilə xanım, bunların hamısı bizim astroloji xəritəmizdə öz əksini tapır. Tapır, təbii ki. Karmik analizlərdə, olaraq analiz elədiyimiz zaman hər planetin bizim həyatımızda, bizim xəritəmizdə məsələn bir planet yerləşimi bir şeyi göstərir, mütləq göstərir. Ümumiyyətlə, bir insan niyə təkrar dünyaya gəlsin ki? Təkamül üçün, elə deyilir. Bəs yaxşı, niyə xatırlamırıq biz keçmiş həyatlarımızı? Xatırlasaq bu həyatımızı yaşaya bilmərik ki. Düşünün ki, siz keçmiş həyatınızda deyək ki, kral olmuşsunuz.